Qardaşımız soruşur ki, qurban kəsərkən görürsən ki, dərisi qalır, ondan sonra içə işalatı qalır, baş ayağı qalır. Bilirik ki, qurbanın heç nəyini satmaq olmaz. Bunu hər birimiz bilirik. Bəzən görürsən ki, sən orada qoyub gedirsən, kimsə götürüb onu satır. Təbii ki, bu sənin bilmədiyin bir haldırsa, sən onun məsuliyyətini, günahını daşımırsan. Ancaq çalışmalısan ki, o imkanı yaratmayasan ki, onu satsınlar. O qurbanın hər bir şeyi paylanmalıdır. Allah yolunda sədəqə verilmə. Bir hissəsi evə saxlanılır və bir hissəsini də kasıblara, imkansız insanlara paylayırıq. Ona görə qurban adı ilə ət almaq, qurbanın kəsdikdən sonra nəyinsə satmaq, bunlar hamısı qurbana xələl gətirən əməllərdir. Çalışmalıdır ki, qurbanımıza heç bir xələl gətirməyək. Diri şəkildə alaq, diri şəkildə kəsək və dinimizə, sünnəyə uyğun da onu paylayaq ki, onun əcri, savabı bizə qalsın.